1. Dunay çayı sahilindəki dəmir ayaqqabılar. Macarıstanın paytaxtı Budapeştin tam qəlbində möhtəşəm parlament binasının tam yaxınlığında Dunay çayının soyuq sularına baxan 60 cüt paslı dəmir ayaqqabı var. Bu sadəcə bir sənət əsəri deyil, bəşəriyyətin ən qaranlıq səhifələrindən birinin donub qalmış görüntüsüdür. 1944-1945-ci illərin o amansız qışında 2-ci Dünya müharibəsinin sonlarına yaxın Macarıstanın nasist Xaç partiyasının üzvləri minlərlə yəhudini bu sahilə gətirdilər. O dövrdə ayaqqabı çox dəyərli bir əşya hesab olunurdu. Qatillər qurbanlarına son dəfə ayaqqabılarınızı çıxarın əmrini verdilər. Gülləyə qənaət etmək üçün tətbiq edilən üsul isə dəhşət saçan bir qəddarlıq idi. İnsanlar bir-birinə məftillərlə bağlanırdı. Cəlladlar gülləyə qənaət etmək üçün yalnız sıradakı bir nəfəri güllələyirdi. Güllə dəyən bədən çaya yıxılarkən ağır çəkisi ilə sağ olan digər insanları da Dunayın buzlu və qaranlıq sularına çəkib aparırdı. Heykəltaraş Gyula Power və rejissor Can Togay tərəfindən 2005-ci ildə ucaldılan bu abidədə hər detal sızıldayır. Orada hər ölçüdə ayaqqabı var. Bəyi gözləyən zərif qadın tufliləri, işdən evə tələsən bir kişinin köhnəlmiş çəkmələri və ən ağırlısı, balaca bir uşağın yarımçıq qalmış nağılını xatırladan körpə ayaqqabılar. Bugün o ayaqqabıların içi boşdur, çünki sahibləri bir payız gecəsi o suların dərinliyində yoxa çıxdılar. Onlardan geriyə qalan tək şey sahilin daşlarına həkk olmuş bu dəmir xatirələrdir. Əgər yolunuz Budapeştə düşsə, bu abidəni ziyarət etməyi sadəcə bir turist gəzintisi deyil, bir insanlıq borcu kimi düşünün. Gün batandan sonra ora getməyin fərqli bir ab-havası var. İnsanlar o ayaqqabıların içərlərinə şam düzür və güllər qoyurlar. Dunay çayının dalğaları sahilə vurduqca o dəmir ayaqqabıların yanından keçən rüzgar sanki itirilmiş canların adlarını pıçıldayır. Bu abidə bizə xatırladır ki, nifrət hər şeyi məhv edə bilər, amma yaddaş ölməzdi. Ora gedin, o dəmirə toxunun və tarixin səssiz fəryadını dinləyin. 2. Kommunizm qurbanları abidəsi. Çexiyanın paytaxtı Praqada Mala Strana səmtində yerləşən bu abidə 2002-ci ildə açılmışdı. Heykəltaraşlar Olbram Zoubek və memarlar tərəfindən yaradılan bu kompozisiya insan ruhunun diktatura altında necə məhv edildiyinin vizual bir fəryadla nümayişidir. Abidə dik bir pilləkən üzərində yerləşən 7 bürünc fiqurdan ibarətdir. Pilləkənin aşağısındakı fiqur tam və bütöv görünsə də, yuxarıya doğru qalxdıqca heykəllər sanki əriyir, parçalanır və boşluğa çevrilir. İlk heykəl sistemi hələ dərk etməyən insanı təmsil edir. Sonrakı fiqurlar isə getdikcə əzalarını, bədənlərini və ən sonunda mənliklərini itirirlər. Bu kommunist rejimi tərəfindən fərdin necə yox edildiyini, insanın sadəcə bir kölgəyə çevrildiyini simvolizə edir. Heykəllərin ortasından keçən ensiz dəmir zolaq isə totalitarizmin insan həyatına vurduğu ən dərin və sağalmaz yaranı təsvir edir. Abidənin mərkəzindən keçən bürünc lövhələrin üzərində həkk olunmuş rəqəmlər bir millətin məruz qaldığı zülmün statistik xəritəsidir. Bu soyuq rəqəmlərin arxasında yarımçıq qalmış minlərlə talih gizlənir. Mühakimə olunanlar 205.486 nəfər, məcburi emigrantlar 170.938 nəfər, həbsxanalarda can verənlər 4.500 nəfər, dəmir pərdə sərhədlərində öldürülənlər 327 nəfər, edam edilənlər 248 nəfər. Lövhənin üzərindəki yazı isə ziyarətçilərə bu acı həqiqəti pıçıldayır. Kommunizm qurbanları yalnız güllələnənlər və həbs olunanlar deyil, həm də həyatları totalitar ideologiya tərəfindən məhv edilənlərdir. Praqaya gedən hər bir kəs üçün bu abidə mütləq dayanacaq nöqtəsi olmalıdır. Çünki azadlığın qiymətini anlamaq üçün o parçalanmış heykəllərə baxanda insanın fikirlərinə görə necə fiziki və mənəvi işgəncəyə məruz qaldığını iliklərinizə qədər hiss edəcəksiniz. Bu məkan səs-küylü turistik mərkəzlərdən uzaqdır. Burada dayanıb o soyuq bürünc fiqurların boşluqlarına baxmaq, tarixin dərslərini sükut içində dinləmək deməkdir. Gecə vaxtı abidə xüsusi işıqlandırma ilə daha qorxulu və təsirli görünür. Pilləkənlər üzərindəki kölgələr sanki canlanır və keçmişin qaranlıq ruhlarını xatırladır. Bu abidənin qarşısında durarkən rəqəmlərə baxmayın. O rəqəmlərin hər birinin arxasındakı insanı, ananı, atanı, övladı təsəvvür etməyə çalışın. Yalnız o zaman bu dəmir əzabın həqiqi çəkisini hiss edə bilərsiniz.
3. Kədər maskası. Rusiyanın uzaq şərqində Maqadan şəhərinin ən hündür nöqtələrindən biri olan Krutaya təpəsində 15 metr hündürlüyündə nəhəng bir beton üz ucalır. Bu sadəcə bir heykəl deyil, Sovet dövrünün ən qorxulu kabuslarından biri olan Qulag və Kolyma düşərgələrində can verən milyonlarla insanın xatirəsinə ucaldılmış kədər maskasıdır. Məşhur heykəltaraş Ernst Neizvestny tərəfindən 1996-cı ildə ucaldılan bu abidə repressiya qurbanlarının çəkdiyi istirabları həndəsi və simvolik dillə izah edir. Nəhəng üzün sol gözündən yaş əvəzinə insan simaları tökülür. Bu bir nəfərin kədərinin deyil, minlərlə insanın ortaq faciəsinin damcılarıdır. Sağ gözün yerində isə içərisində zəng olan qəfəs formalı bir pəncərə var. Bu, məhbusların azadlıq həsrətini və səslərinin boğulmasını simvolizə edir. Abidənin arxa hissəsində isə ağlayan gənc bir qadın heykəli və çarmıxa çəkilmiş adsız bir kişi təsviri var. Bu repressiya illərində dağılan ailələrin və yarımçıq qalan ömürlərin sükutudur. 4. Çətirli qız. Belarusun paytaxtı Minsk şəhərində Nemiqa metro stansiyasının yaxınlığındakı parkda əlində çətir, ayaqyalın bir gənc qız heykəli durur. Bu abidə 1999-cu ilin 30 mayında baş vermiş və Belarus tarixində Nemiqa faciəsi kimi düşən o qanlı bazar gününün xatirəsidir. Həmin gün Minsk gəncləri üçün bayram idi. Pivə festivalı keçirilir, məktəblilər son zəngi qeyd edirdilər. Günəşli başlayan gün qəfildən yerini qara buludlara və şiddətli doluya verdi. Təxminən 2500-ə yaxın gənc yağışdan qorunmaq üçün eyni anda yaxınlıqdakı yeraltı keçidə qaçdı. Keçidin pilləkənləri nəm və sürüşkən idi. Öndəkilər yıxıldı, arxadan gələn izdiham isə təşviş içində onların üzərinə hücum çəkdi. Cəmi bir neçə dəqiqə ərzində o dar və qaranlıq keçid bir ölüm tələsinə çevrildi. O gün 53 nəfər sıxlıqda boğularaq və ya əzilərək həyatını itirdi. Onlardan 40-ı gənc qızlar idi. Onların çoxu hündürdaban ayaqqabılarının qurbanı oldu, sürüşüb yıxıldılar və bir daha dura bilmədilər. Ölənlərin əksəriyyətinin yaşı 14 ilə 20 arasında idi. Cəmi 3 polis əməkdaşı izdihamı dayandırmağa çalışarkən öz canlarını fəda etdilər. Heykəltaraş Vladimir Zhibanov tərəfindən hazırlanan bu abidədə qızın əlindəki çətir deşik-deşikdir. Bu, o gün yağan amansız dolunun və gənclərin müdafiəsizliyinin simvoludur. Qızın ayaqyalın olması isə o anın qəfildən baş verdiyini və ölümün insanı hazırlıqsız yaxaladığını göstərir. Minskə yolunuz düşsə, Nemiqa keçidinin girişindəki bu zərif qızın yanında mütləq dayanın. Bu abidə bizə xatırladır ki, xoşbəxtlik ilə faciə arasında cəmi bir neçə pilləkən məsafə ola bilər. Abidənin ətrafında həmişə təzə çiçəklər olur. İnsanlar bura gəlib o gün itirdikləri övladlarını, dostlarını anırlar. Oradakı 53 qərənfil sanki 53 gənc ömrün yarımçıq qalmış arzularıdır. Bu heykəl həm də bir xəbərdarlıqdır. Kütlənin içində fərdin nə qədər gücsüz olduğunu və anlıq qərarların nəticələrini bir daha xatırladır. 5. Xatın kompleksi. Belarusun paytaxtı Minskdən cəmi 60 kilometr uzaqlıqda vaxtilə insanların yaşadığı, uşaqların qaçışdığı bir kənd var idi. Lakin 1943-cü ilin 22 martında bu kənd bir daha oyanmamaq üzrə dəhşətli bir sükuta qərq oldu. 1969-cu ildə bu xarabalığın yerində ucaldılan Xatın memorial kompleksi faşizm vəhşiliyinin ən qanlı sübutudur. Həmin gün faşist cəza dəstələri Xatın kəndini mühasirəyə aldılar. Bütün kənd əhalisini, qocaları, qadınları və uşaqları bir ambara doldurub qapıları bağladılar. Ambarın üzərinə benzin töküb onu hər tərəfdən odladılar. İçəridə diri-diri yanan insanlar qapını sındırıb qaçmağa çalışanda isə onları gülləbaran etdilər. Cəmi bir neçə saat ərzində 149 günahsız insan külə döndü. Onlardan 75-i az yaşlı uşaq idi. Abidənin mərkəzində ucalan 6 metrlik məğlub edilməz insan heykəli o faciədən sağ çıxan yeganə böyük şəxsi İosif Kaminskini təsvir edir. O, yanğın bitdikdən sonra ölənlərin arasından öz ağır yaralı oğlunu tapmışdı. Heykəldə o can verən oğlunu qollarında tutur. Bu, bir atanın övladını xilas edə bilməməsinin sonsuz ağrısıdır. Kənddəki hər evin yerində indi beton dirəklər ucalır. Bu, xəyal evlərdir. Hər evin yerində bir zəng var və hər 30 saniyədən bir o zənglər eyni vaxtda çalır. Bu boğuq və kədərli səs o gün məhv edilən hər bir canlının fəryadını simvolizə edir.
Qəbirstanlıqsız kəndlər bölməsində isə Belarusun Xatın kimi yer üzündən silinmiş və bir daha bərpa olunmamış digər 186 kəndinin hər biri üçün simvolik məzar ucaldılıb. Xatın kompleksi turistik bir məkan deyil, bura bir ruhun təmizlənmə və dərk etmə yeridir. Kitablarda oxuduğunuz qələbə rəqəmlərinin arxasında hansı dəhşətli insan faciələrinin dayandığını burada daha yaxşı anlayacaqsınız. Kəndin yerləşdiyi o geniş meşəlik ərazidəki dərin sükutu yalnız o məsum zəng səsləri pozur. O səsi bir dəfə eşidən insan onu heç vaxt unutmur. Orada həm də ölüm düşərgələrində məhv edilən minlərlə insanın xatirəsi qorunur. Bu gələcək nəsillərə bir daha təkrar olunmasın mesajını verən canlı bir tarix dərsidir. 6. Xocalı abidəsi. Abidə 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı moto atıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik Azərbaycanlılara qarşı baş vermiş soyqırıma həsr olunub. Soyqırım günü 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63 nəfər uşaq, 106 nəfər qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 Xocalılı əsir, 150 Xocalılı itkin düşüb. 7. Doğulmamış uşaqlar üçün abidə. Slovakiya və dünyanın bir neçə başqa ölkəsində, məsələn Latviya və Polşada ucaldılan bu abidə bəşəriyyətin ən həssas və mübahisəli mövzularından birinə, abort nəticəsində həyatı yarımçıq qalmış körpələrə həsr olunub. Heykəltaraş Martin Huadek tərəfindən yaradılan bu əsər sadəcə bir xatırlatma deyil, həm də bir barışıq və bağışlanma simvoludur. Abidənin bir tərəfində diz çökmüş, üzünü əlləri ilə örtərək kədər içində hıçqıran bir qadın fiquru var. Bu fiqur soyuq daşdan hazırlanıb və o vicdan əzabının, itkinin və ağır kədərin bütün yükünü özündə daşıyır. Ananın qarşısında isə xrustaldan, şəffaf materialdan hazırlanmış, sanki nurdan yaradılmış bir körpə fiquru durur. Uşağın şəffaf olması onun bu dünyada fiziki olaraq mövcud olmadığını, bir ruh olduğunu simvolizə edir. Ən təsirli məqam körpənin şəffaf əlini anasının başına qoymasıdır. Bu hərəkət heykəlin adını tamamlayır. Ağlama ana, mən onsuz da səni sevirəm. Bu heç vaxt doğulmamış bir canın öz anasına verdiyi səssiz təsəlli və sonsuz bağışlanma mesajıdır. Abidənin dizaynında istifadə olunan materialların ziddiyyətli, soyuq daş və şəffaf xrustal olması həyat və ölüm, maddi və mənəvi dünya arasındakı o incə cizgini nümayiş etdirir. Bu abidə heç kimi mühakimə etmir, sadəcə hər bir seçimin bir nəticəsi olduğunu xatırladır, itirilmiş canların unudulmadığını göstərir, ən ağır kədərin belə bağışlanma ilə sağala biləcəyinə ümid verir.